sifətə keçirəm. Deməli, adjective. Sifət ümumiyyətlə ismə aid olur və ismin qarşısında işlənir, düzdürmü? Və biz dəfələrlə deyirik ki, bax, misal üçün, mən tutalım, an interesting deyə bilərəm tək başına. An interesting. Demək olar, hə? Sifətin qabağında tək başına an artıq işlənə bilər, işlənə bilməz. Niyə? Çünki biz sifətin qarşısında artiklı o vaxt veririk ki, ondan sonra sayıla bilən tək isim gəlməlidir. Misal üçün, an interesting book deyə bilərəm, düzdür? Deməli, burada article, an article, əslində qrammatik cəhətdən book sözünə aiddir. Amma, an olması isə özünə yaxın olan sözdən alır. Orada an olması, interesting sözün yəni sayda tələffüz olunmasına görə seçilir. Amma biz sifətin qarşısında o vaxt an artıq işlətməliyik ki, ondan sonra müddət sayıla bilən tək isimimiz olsa. Yoxdursa, əgər mən burada tutalım book sözünü yazmıramsa, mən tək başına sifətin qabağında artikel verə bilmərəm. Ona görə artikelda silməliyəm. Aydındır, deməli, sifət nəyə qarşısında istifadə olunur? İsmin qarşısında. Və yaxud da ki, to be-nin formalarından da sonra gələ bilər sifət. Misal üçün deyirəm ki, o gözəldir, ya da o maraqlıdır deyəndə deyirəm, it is interesting, she is beautiful. Deməli, to be-nin formalarından sonra istifadə edirik, bir də ismin qabağında işlədirik. Aydındır, deməli, sifət harada istifadə olunur? Bir ismin qarşısında, bir də to be-nin formalından sonra gəlir. İndi gəldik sifətin, var orada sadə, düzəltmə, mürəkkəb var. Sadələr heç bir kökdən ibarət olsa, gooddur, sadədir. Beautiful sözü necə sifətdir? Sadədir, düzəltmədir, beautiful. Necədir? Düzəltmə. Çünki orada full var, şəkilçi. Və yaxud da ki, indi o qaydanı göndərəcəm sizə, orada şəkilçiləri bir də şəkildə əzbərləyirsiniz. Yaxşı? Sonra, mürəkkəb sifətlər olur ki, defisdən yazılır. Bunlar heç, bunları gələn dəfə şəkilçilərlə daxil olmaqla əzbər soruşacaq sizdən. Aydındır? İndi gəldik sifətin dərəcələnməsinə. Sifətin 3 dərəcəsi olur. Adi, düzəltmə, adi, müqayisə, bir də üstünlük dərəcəsi. Adi dərəcənin heç bir göstəricisi olmur. Misal üçün, deyirəm, long nədir? Long, uzun. Daha uzun deyəndə, necə deyirik? Longer deyirik, bəli, longer. Bəs ən uzun deyəndə, deyirsiniz the longest. Bax, bunlar sifətin dərəcələnməsidir. Bax, birinci adi dərəcədir. Görürsünüz, heç bir şəkilçisi yoxdur. İkinci müqayisədə. Hansı şəkilçisi var? Evet. Üçüncü üstünlükdə nə var? ESD ilə var. ESD. Deməli, sifətin üst dərəcəsi oldu. Adi, müqayisə, bir də nə olur? Üstünlük. Və yaxud da deyirəm beautiful. Beautiful nədir? Gözəl. Ay sağ ol. Hansı dərəcədədir bu? Adi. Bunun müqayisəsi necə olacaq? More beautiful. Daha gözəl deyəcəksiniz. Bəs üstünlüyü nə olacaq? Üstünlüyü olacaq the most beautiful, ən gözəl. Bəs orada niyə dəyişəmir? Olur. Orada ancaq necə işlənə bilər? Yəni işlənə bilər. O da isim gələrsə görürsünüz. Musdan sonra isim deməli ki, artiklı, hə? Musdan sonra isim gəlmir. O kontvarsi. Kontvarsi kimi most people. Most children. Biz artikelda yadınızdadır, keçmişdə dedik, mostun qabağına nə vaxtsa işlənir. Özündən sonra sifət gələrsə. Amma isim gələndə o ki, kontvarsi olur, əksər mənasını verir. Most people, most children, əksər insanlar, əksər uşaqlar, orada əksər verir. İsim gəlirsə sifət deyil. Yox, orada mostdan sonra isim gələndə orada kontvarsi bunu gelir. Amma mostdan sonra sifət gələndə o üstünlük dərəcəsini düzəldən bir hissəcikdir, anartik sözdür. The most beautiful deyəndə çox ən gözəl, ən mənasını verir. Bildiniz? Deməli, dedik ki, adi dərəcənin heç bir şəkilçisi yoxdur. İndi gəlin görək, adi dərəcəni biz testlərdən necə tapa bilərik? Adi dərəcənin göstəriciləri var. Hansılardır? Əzəz. Əzəzin mənası kimi deməkdir. Sonra nə var? Not, so, as. Ümumiyyətlə, so'dan əvvəl not işlənməlidir. Bu da kimi deməkdir? To, very, so, such, yenə də var əslində. Quite, bir də nə deyə bilərik? Bir də rather, bəli, rather bunun adi dərəcəni göstəricilər, əzbər bilməsiniz. Bir də enough var, enough. Enough həm də kontvarsi işlənir də, mənası nə idi enough-ın? Yetəri qədər. Deməli, bunları harada gördüksə adi dərəcə yazacaqsınız. Nə deməkdir? Əzəzin mənası kimi deməkdir. Deyirəm ki, bu qız, o bir qız kimi ağıllıdır. Necə deyirəm? This girl is as clever as that girl. Yox da deyirsən ki, bu kitab o bir kitab kimi maraqlı deyil. Necə deyirsiniz? This book isn't so interesting as that book. O bir kitab kimi maraqlı deyil. Fikriniz burada olsun. Oğul başı qalı burada diqqət edir.
Deməli, bunları harada gördüksə, adi dərəcədə olan sifət yazacaq. İnafdan əvvəl gəlir. Bundan hamısından sonra gəlir. Çox gözəl deyəndə, əziz kimi deməkdir. So, əziz isə kimi deyil mənasını verir. Kimi deyil. Məsələn, deməli, very beautiful adidir. adidir, bəli. Very beautiful adidir. Məsələn, too beautiful adidir. Və yaxud da ki, so interesting adidir. Və yaxud da ki, quite interesting adidir. Elə bir ki, quite verir. Bunlardan sonra nöqtə qoysa, çox mənasını verir. Tamamilə mənasını. Bax, bunlardan sonra tutan ki, testlərdə vergi qoysa, vergi nədir? Boşluq qoysa, birinci orada adi dərəcədə olan sifət yazacaqsınız. Misal üçün, siz əgər burada görsəz ki, sizə testdə verib stronger, bunu düz götürərsiniz. Niyə görə? Çünki quite adi dərəcəni göstərsiniz. Burada isə müqayisə verilir. Bu səhvdir. Və yaxud da görsəz ki, sizə rather verib, sonra verib ki, tutalım longest. Düz götürərsiniz bunu. Yox, səhvdir. Niyə? Çünki rather üstünlükdə necə? Long olacaq. Long olacaq burada. Rather long. Axı, dedik bunlardan sonra adi dərəcədə olan söz gəlməlidir. Long adidir. Longer müqayisədir, hə var. Long üstü isə üstünlükdür. Biz bunlara harada gördük, adi dərəcə yazmalıyıq. Və yaxud da inafdan əvvəl gəlməlidir. İnafdan əvvəl nə gəlməlidir? Adi dərəcə olan sifət. Bunların hamısından sonra gəlir, amma inafdan əvvəl gəlir. Misal üçün, good enough deyirsən, enough good demirsən. Həmişə sifət inafdan əvvəl gəlməlidir. Birinci sifət gəlməlidir, sonra inaf gəlməlidir. Yadda qalar. Necə oldu? Adi dərəcəni göstərici hansılar oldu? As, not so as, to, very, so, such, quite, rather, enough. İnafın onlardan fərqi nə oldu? Özündən əvvəl gətirir. Nəyi? Adi dərəcədə olan sifəti. Yadda qalar. Yaxşı, keçdik müqayisəyə. Müqayisə dərəcəsi çox hecalılarda morla olur. Tək hecalılarda bir ardan düzəlir. Bir alay nümunə gətirdik. Misal üçün, strong güclü deməkdir, düzdür. Strong sözünü biz daha güclü deyəndə necə deyəcək? Daha güclü. Deyəcəksiniz stronger. Və yaxud da interesting maraqlı deməkdir, düzdür. Daha maraqlı desək necə deyəcək? More interesting. Deməli, əgər sifət tək hecalıdırsa, heyecanlı və heyecanlı. İndi qulasını deyəcəm. Heyecanı əslində ingilis dilində deyilişə görə yazırsınız. Yəni, səslənməsinə görə seçilir. Bax, misal üçün, nice sözü necə yazılır? Nice. Belə yazılır. Əslində 2 dənə saat görürük burada. Amma biz onun tələffüzünə görə deyilik, tək heyecanlıdır. Ona görə biz bunun dərəcəsini düzəldəndə erməni düzəldir, nicer daha, nicest deyirik. Yəni, tək heyecanlı olanda və yaxud da bəzi iki heyecanlı sözlər var ki, onların dərəcəsini düzəldəndə nədən istifadə eləməliyik? Şəkilçidən istifadə eləməliyik. Deməli, şəkilçilər hansı sözlərdə düzəlir? Tək heyecanlı sözlərdə. Hansı sözlərə artırılır? Tək heyecanlı, Çox heyecanlı olanda nə olur? Mor artırılır. Amma bəzi tək heyecanlı sözlər, iki heyecanlı sözlər var ki, onu sonu y ilə bitən, ir-la bitən, bir də o-w ilə bitən. Bunlarla bitən iki heyecanlı sözlər var ki, onların dərəcəsi morla düzəlir. Misal üçün, happy. Happy neçə heyecanlıdır? Neçədən saat eşidirsiniz? 2. Happy 2. Amma biz bunu morla düzəltməyəcəyik. Niyə? Sonu y ilə bitib. Deyəcəksiniz, daha maraqlı deyəndə olacaq happy. Üstünlüyün dərəcəsi yenə happiest olacaq. Yes ilə. Və yaxud da clever. Clever neçə heyecanlıdır? Clever 2 heyecanlıdır. Amma biz bunu şəkilçi ilə düzəldəcəyik. Morla düzəltməyəcəyik. Niyə? Çünki qayda var ki, sonu ir-la bitəndə və yaxud da o-w ilə, y ilə bitəndə üstünlüyü də olacaq the cleverest. The cleverest. Yadda qalar. Və yaxud da deyirəm, narrow. Narrow nədir? Dar, sıfır. Clever. Deyirəm, üstünlüyü də olacaq cleverest. Üstünlüyü də yenə şəkilçi olacaq, mordan olmayacaq. Narrow'da da yenə r artıracaqsınız. Üstünlükdə də est artıracaqsınız. Demək necə oldu? Tək heyecanlı və 2 heyecanlı olub, sonu y ilə, ir-la, o-w ilə bitənlərin dərəcəsi necə olacaq? Necə olacaq? R-lə. Üstünlük dərəcəsi isə est ilə olacaq. Qalanlarında nə olacaq? Morla olacaq. Bildiniz? Bax, tutalım deyirəm ki, bulasın, tiring. Tiring r-lə olar, morla olar. Yorucu. Nə olar? Mor tiring. Bəli, tiring. Görürsünüz, şey cavab verir. Və yaxud da deyirəm ki, beautiful. Beautiful r-lə olar, morla olar. More beautiful. Niyə? Çünki çox heyecanlıdır. Bildiniz, dangerous sözü. R-lə olar, morla olar. More dangerous deyəcək, çünki çox heyecanlıdır. Bildiniz,
Gəldik indi bunun göstəricilərinə. Müqayisə dərəcəsinin göstəricisi isə matchdır. Sonra bir də elitl. Ən çox istifadə olunanları deyəcəm elitl. Bir də dən. Bir də dən. Dənin mənası dan-dən deməkdir. Cümlənin ortasında gəlir, özündən əvvəl gəlir müqayisə dərəcəsi. Misal üçün deyirəm ki, much, tutalım deyəm ki, beautiful. Much beautiful deyə bilərəm. Niyə görə? Much more beautiful olmalıdır. Müqayisə bir Niyə? tələb Çünki edir. muchdan sonra mütləq müqayisə gəlməlidir. Burada more deməliyəm. Veyahut da deyirəm ki, a little tutalım ki, big, biraz böyük. Deyə bilərəm. Deyə bilərəm, big hansı dərəcədir? Adi. Deməli, mən bunu necə deyəcəm? Bigger deyəcəm. Niyə? Çünki a little axı müqayisə istəyir özündən sonra. Düzdür? Deməli, harada maçı gördünüz, harada a little gördünüz, harada dəni gördünüz, nə yazacaqsınız? Müqayisə. Gəlin dənə aid bir nümunə deyək. Deyək ki, bu, deyək ki, hə? Hə, nə deyək? Tom deyək, hə, Tom, nə deyək? Tom is, deyək ki, taller, ay sağ ol. Tom is taller than, deyək ki, than his father. Tom atasından daha hündürdür. Orada niyə mən tol yazmadım, taller yazdım? Çünki than var burada. Than varsa özündən əvvəl gələn sifət nə olmalıdır? Müqayisədə olmalıdır. Mən burada eli silib belə yaza bilərdim. Əsas olan elə olur. Hə, əzəb. Ya da tol istəyə bilərdim. Xeyr. Niyə? Çünki mənim müqayisə dərəcəmin göstəricisi var orada. Ona görə müqayisə dərəcəsi də deməliyəm. Müqayisə dərəcəsinin göstəricisi hansı oldu? Much, little, than. Elə bu üç dərəcəsi bilinməz. Sonra gəldik üstünlük dərəcəsinə, onu da izah edirəm. Üstünlük dərəcəsi necə olur? Birinci üstünlük dərəcəsində həmişə zeməlik artıq istifadə olunur. Çox heyecanlıdırsa demos deyəcəyik. Tək heyecanlıdırsa baxın, sifət və sonunda es olacaq. Yəni nümunə deyək bir dənə. Misal üçün, deyirəm ki, the most, nə deyək? The most difficult, ən çətin. Difficult necə heyecanlıdır? 3 heyecanlı. Ona görə biz burada the most dedik. Bir də deyirəm, ən uzun deyəndə necə deyəcəm? The longest deyəcəm. Longdu və yes-i artırdıq, üstünlük dərəcəsinə sallandıq. Deməli, çox heyecanlarda necə oldu? The most. Tək və sonu y-la, o-w-la, i-r-la bitən iki heyecanlarda necə olacaq? D, bir də yes-i olacaq. Yadda qalar, üstünlük dərəcəsi necə oldu? Çox heyecanlısa the most. Tək və ya da sonu y-la, r-la, o-w-la bitirsə, yes-i olacaq. Bəli, yes-i. Bəs yaxşı, bunun göstəriciləri hansılardır? Aha, deməli, üstünlük dərəcəsinin göstəriciləri isə among var, among arasında deməkdir. Sonra one of var, bəli, one of-dan sonra gəlir. All of-dan sonra gəlir üstünlük dərəcəsi. Sonra indiyə qədər eşitdiyim, indiyə qədər have, has, had, ever. Üstə gəl fe'lin üçüncü Bir də forması. məkan bilirəm sözlər. Bəli, fe'lin üçüncü forması görsün. Bir də ən çox istifadə olunur in the world. Biz bunları görsək, bilməliyik ki, üstünlük dərəcəsi olacaq. Baxın, tutalım, bir dənə nümunə düşüb sizə. Necə nümunə düşüb? Deyir ki, bax, she is, nöqtə, among, deyək ki, her friends, among her friends. Hə, deməli, variantlarda yazmışsınız ki, yazır ki, daha doğrusu short, B'de yazılır shorter. C'de de yazılır the shortest. İndi bularsan. Ne bileyim, D'de de yazılır sadece shortest. Hansı götürürsünüz? Niye? Among var, onda Çünkü among üstünlük derecesi var. Göstericini tapırsınız burada. Niye D olmadı? Üstünlük derecesinin karşısında D işlenmeli. Ona göre olacaq the shortest. Dostlarısında en kısadır. Bildiniz? Demek üstünlük derecesinin göstericileri among, one of, all of, have, has, had, ever, üstə gəlib past participle, in the world. Burada biz üstünlük derecesi yazmalıyıq. Niye üstünlük derecesi yazmalıyıq? Niye? Çünkü burada among var. Among nədir? Artiyacı dostları arasında en kısasıdır o. En kısasıdır da belə. Burada D shortest olacaq. Niye D olmadı? Çünkü üstünlük derecesinde vardır, biz işlemlerdə.
Niye A ilə B olmadı? Çünki burada üstünlük dərəcəsinin göstəricisi var. Bildiniz? Yaxşı. İndi diqqətlə bura qulaq asın. Bax, bir dənə belə bir cümlə düşün. Yazır ki, this feeling, baxın, this feeling is nöqtə. I have ever deyək ki, watched. Ever watched. Hə. Oxumur axı bu. İndi burada interesting olar, more interesting olar, yoxsa the most interesting olar? Niyə the most interesting deyəcəksiniz? Çünki bax, deyirəm ki, indiyə qədər baxdığım have ever üstəgəl üçüncü formal feilimiz var da bizim burada. Yığışmır, hələ gözləyir. Demək, burada niyə üstünlük dərəcəsi yazmalıyıq? Niyə the most? Çünki have ever var burada. Cümlədə əgər have ever, has ever gördüsə, üstünlük dərəcəsi yazacaqsınız. Bir dənə onu da deyim, ondan sonra bitiririk. Bulansın. Onu bir də oldur deyəcəm. Bugün reading listenimiz qaldı. Gələn də işləyərik, heç olmaz. Əslində, əsas odur ki, bir dənə bu qaydaları bitirək. Bura bulasın. Ayşallah, hər yarışmayın, diqqətiniz burada olsun. Good nədir məktub? Good. Yaxşı. Bunun müqayisə dərəcəsi necə olacaq? B-dən daha yaxşı. Üstünlük dərəcəsi olacaq və best ən yaxşı. Kökündən dəşir. Heç, əgər sizə testlərdə düşsə goodur ya da more good birinci səhvdə olmaz. Bad nədir? Bad. Pis. Daha pis deyəndə this is worse. Ən pis deyəndə deyəcəksiniz the worst. Little nədir? Little. Az. Müqayisəsi nə olacaq? Less, daha az. Ən az deyəndə deyəcəksiniz the least. Deməli, bunlara deyirlər kökündən dəyişməkdir. Yəni, burada kökündən dəyişir. Şəkilçi qəbul etmir, mor qəbul etmir, qətiyyən mos qəbul etmir. Bunlar kökündən dəyişməklə düzəlir. Bildiniz, qaydasızsa. Gözünə deyəcəm. Ayşallah, hələ hara yığışırsınız? Hələ vaxta var. Məqsədə sınağı bilmirəm. Deyəcəm, gözünə. Sınağı deyəcəm, yazacam, sevinəcəm. Sonra bir də bulasın. Hamının diqqəti burada olsun. Ayşallah. Hə, bir də yadından çıxdı. Many. Çox, much da çoxdur. Bunun da müqayisəsi necə olacaq? More müqayisədir. Üstünlüyü də the most olacaq. The most. Bir dənə oldla elder'ı da deyirəm, ondan sonra yekunlaşdırıram. Hə? Belə 5 dənə. Eldir alət üçündədir. Bəli, baxın. Old. İki müqayisə, iki üstünlüyü var. Older. Bir də nədir? Eldir alət üçün işlədir. Bəli. Biri var, the oldest. Bir də var, the eldest. Buna diqqətlə qulaq asın, bula. The eldest. Older. Bura qulaq asın. Older, kiminsə kimdənsə böyüklüyü. Misal üçün deyirəm ki, she is, nöqtə. Bura qulaq asın. Then me. Mən burada elder deyərəm, yoxsa older deyərəm? Oldur. Niyə oldur deyirəm? Çünki dən varsa, müqayisə olacaq. Burada elder deməyəcəm, oldur deyəcəm. Səbəb. Çünki elderdən sonra zən gəlməz. Elderdən sonra nə gəlməz? Dən gəlməz. Oldurdan sonra dən gələr. Deməli, elder ancaq harada işlənə bilər? Misal üçün, elder sister, elder brother deyə bilərik. Amma elderdən zən deyə bilmərik. Dən ancaq nə ilə istifadə olunur? Oldurdan istifadə olunur. Bir də ailə, bu eldest var ən böyük mənasında. Ailədə ən böyük deyəndə, gördünüz ki, sizin cümlənizdə in the family var, onda da eldest deyəcəksiniz. Yoxdursa, o zaman da eldest istifadə edə bilmərsiniz. Yadda qalar. Testi gələn dəfə işləyərik, bir dənə onun hazır verin, Zeynəb.